Oxuduğun bu şeir Həsən Kəlbəcərlinin şeiridir. Yazır ki, bir kuş olan uçam gedən vətənə, baxam görəm oylaqların neyləyir, çəmənində çiçəkləri soluqmuş, elsiz qalan yaylaqların neyləyir. Laçın qaya xətindən əyilmiş, məğrur qalmaq ona qismət deyilmiş, zümzüməsi ürəklərdə düyülmüş, o nəğməkar bulaqların neyləyir. İlk baharı hay-haraylı, nəşəli, yamaçları bir hüsnükar güşəli, ətəkləri bülbül səsli, meşəli, pıçıldaşan yarpaqların neyləyir. Qəm həsrəti, qürbət illər dolanmış, gah alova, gah odlara qalanmış, yad əllərdə viran olmuş, talanmış, vətən adlı torpaqların neyləyir. Mən Həsənəm, dilim vətən haraylar, nəşəm idi keçən günlər, o aylar, o mürgülü, o müqəddəs qolaylar, yaxınlarım, uzaqlarım neyləyir, vətən adlı torpaqlarım neyləyir. İzlədiyinizə görə çox sağ olun, təşəkkür edirəm. Şeiri oxudu Asif Kəlbəcərli.